bütün bu İlham Əliyevin addımları bizə mane olmayacaq. Biz öz işimizi davam elətdirəcəyik. Alona haqda bizdə ə, çoxlu informasiyalar var və hər informasiyanı paylaşdıqca bizə əlavə informasiyalar ötürülür. Mən yenə də bu işdə bizə dəstək olan İlqar Hacı və digər dostlara təşəkkür edirəm. Bizə sənə informasiyaları ötürən insanlara təşəkkür edirəm. Heç kəs qorxmamalıdır. Əgər siz öz adınızı, mənbənizi gizlətmək istəyirsinizsə, sadəcə bildirirsiniz ki, bu informasiya var, mənim adım olmasın, adım ortada olmasın, paylaşın. Azad sözlə, sancaqla, hər kəslə əlinizdə olan informasiyanı paylaşın. Əgər bizim əlimizdə İlham Əliyevə və onun komandasına qarşı daha çox informasiya, məlumatlar olacaqsa, bu deməkdir ki, İlham Əliyevin sonunu daha da tezləşdirə bilərik. Odur ki, bu vətəndaşlardan da asılıdır, bizdən də asılıdır. Əl Nağıyevin, Ceyhunun, Vilayət Eyvazovun həyətində onların qohumlarının evində işləyən fəhlələr, bağbanlar, dayələr bizlə daimi deməli əlaqəyə keçin, bizlə informasiyaları bölüşün və mən düşünürəm ki, nəticə çox yaxşı olacaq. Necə ki, indi biz İlham Əliyevi diz üstünə qoya bildik. İlham Əliyev hər gün bizi izləyir, bizi hər gün narahatdır, hər gün düşünür ki, sabah onun ailəsi haqda nə ortaya çıxacaq. Demək ki, biz düz istiqamətdə gedirik. Odur ki, bax, bizə informasiyalar, əlinizdə olan informasiyalar varsa, əlinizdə olan datalarınız varsa, bölüşün. Qorxmayın, cəsarətli olun. Və özün də yəqin görürsən, Mehman, əvvəlki kimi deyil daha. Artıq Azərbaycan xalqı oyanıbdır. 1-2 il əvvəlki Azərbaycan xalqı deyil ki, İlham Əliyev onların başını Qarabağ nağılları ilə qatar, Qarabağa gedir, orada 3-5 şəxslə görüşür, vətənpərvərlik sözləri ilə cəmaatın başını allatsın. Yox, vətənpərvərlik söhbətləri qarın doyurmur. Vətənpərvərlik söhbətləri insanlara haqq vermir, haqlarını bununla istismar edirsən sən və valla mən bunu gözləmirdim. Mən sözün açığı 2023-cü ilə kimi, 24-də də kimi, hansı ki seçki oldu, həm parlament seçkiləri, həmçinindəki prezident seçkiləri, o vaxta kimi, hətta o vaxt belə 2024-cü ildə də deyirdim ki, çox zəifləmişik. Yəni, xalq, biz deyərkən mən həm də xalqı nəzərə tuturam. Çünki biz xalqın adından danışırıq. Biz xalqıq, xalq da bizik. İnsanlar artıq Əliyevə də heç nə demək istəmirlər. Həqiqətən bu Qarabağ söhbətləri ilə insanları inandıra bilib, yox, indi tamamilə dəyişibdir. İndi tamamilə dəyişib, mənim və insanların, xeyli insanın ümidi artıb. Artıb ki, bunlar gedə bilər, çünki mütləq əksəriyyət artıq təkcə susmaqla kifayətlənmir. Bizə baxmaq, bizim kanallarımızı böyütmək, bizə like atmaq, bu bir etirazçı adam deməkdir. Məsəl üçün, bizdə YouTube kanalının abunə sayı hər ay minimum 5000 artır və 814 mindir sonuncu baxdığım. Bu kanala abunə olan, düyməni basan adam, bu o demək istəyir ki, mən Əliyevə nifrət edirəm. Yəni, bu kanal elə belə bir hansı bir media kanalı deyil ki, desin ki, burada reklam, burada nə bilim idmandan danışılsın, burada maraqlı söhbətlər olsun, burada həm də siyasət olsun, həm başqa şey olsun. Xeyr, burada bütün videolar yalnız Əliyev rejiminə qarşı tənqidi çıxışlar, nə bilim araşdırmalar və s. bunlardır. Yəni, Əliyevi xoşlayan adam niyə 814 min YouTube-da adam olsun? Hələ bu mənim göstəricimdir, başqalarının göstəriciləri var. Biz əslində zəif olmalıydı. Bizim videolarımıza baxış olmamalıydı. Bizi dəstəkləyən adam olmamalıydı. Amma bizi varsa hətta bizi ən radikal qəbul edir Azərbaycan hakimiyyəti də. Görün, nə qədər sizdən bezibsə, yəni bizi
qəhrəman elan edirlər, danışırlar, deyirlər, yazırlar, deyirlər ki, bunlar bizim deyə bilmədiklərimizi deyirlər, ürəyimizdən tikan çıxardırlar və bizim də izləyicilərimizin sayını artırırlar. Burada özümüzü tərifləmək məqsədindən demirəm. Sadəcə olaraq faktdır, realdır, göstəricidir bu. Və bu Əliyev papağını qabağına qoyub fikirləşməlidir ki, yox, mən xalqa işləməliyəm ki, doğru olmalıyam ki və onların dedikləri ilə razılaşmalıyam ki, yaxşı olun bunların bir sözü olmasın mənə deməyə. Maşallah, bizim sözümüz hər gün qurtarmır da. Yəni, bu deyirlər ki, bəzən trolllarda yazır ki, sizin söhbətiniz desən qurtarıb, trollar yazırlar onu. Amma Əliyev o qədər işlər görür ki, xalqın əleyhində. Bizim hər dəfəsində danışmağa sözümüz var. Yəni, mən fikirləşmirəm ki, bu günləri durum nə danışım mən. Səhər oyanırsan, baxırsan ki, filan şey filan oldu, filan şey filan oldu. Danışmağa o qədər tema var. Başa düşürsünüz, bu temanı da yaradan Əliyevin öz hakimiyyətidir, rejimidir. Və biz Tam doğru. güclüdür. Və sən demişkən, bu məsələdən sonra mən görürəm də, əvvəllər biz misal üçün polis haqda video paylaşanda, Əliyev haqda video paylaşanda insanlar şərh yazmağı, baxmağı belə çəkinirdilər. Bu məsələdən sonra bir ümid yaranıb, insanlar həvəsə gəlib, insanlar artıq cəsarətlənib, insanlar fikirləşdiyi şərhləri yazırlar, insanlar like eləyirlər və mən düşünürəm ki, biz insanların qəlbində, ürəyində bir ümid yaratmışıq. Bu, mən demişdim də, bu son deyil, bu sonun başlanğıcıdır. Əsas burada insanlar təşkilatlanmalıdır, insanlar cəsarətlənməlidir, insanlar həqiqətləri bilməlidir. Yəni, biz davam eləsək insanlara həqiqətləri çatdırmaq, bir o qədər çox İlham Əliyev də narahat olacaq. Və mən düşünürəm ki, necə ki, Alona Əliyeva ilə bağlı bizə bu gün məlumat gəlib, bir gün elə bir əlimizə məlumatlar gələcək ki, onu yaydıqdan sonra İlham Əliyev gecə ilə ölkədən qaçacaq. Düşünmədən, yəni İlham Əliyev həm də bu məsələlərdə bir şeyi başa düşdüm. İlham Əliyev çox qorxaq adamdır, çox zəif adamdır. Mən başa düşdüm ki, İlham Əliyev bütün qonşu dövlətlərdən qorxur, onlardan asılıdır. Niyə buna əminəm? Çünki bizdə 0,001% onun ailəsi haqqında məlumat var. Amma sən demişkən, bu Putinin əlində görünələr var, Rus kəşfiyyatının, Türk kəşfiyyatının, İran kəşfiyyatının, Gürcüstan və digərlərin əlində görünələr var. Mən həm də bir detala toxunmaq istəyirəm. Son illər bu İlham Əliyev Bala Heydəri Bodrumda Ərdoğanın yanında saxlayır və orada həkimlərin nəzarətində saxlayır. Bu adam Balaca Heydər əlində söhbət gedir. Daimi həkimlərin nəzarətindədir, daimi dairələrin nəzarətindədir, daimi tibbi personalın nəzarətindədir. Bax, İlham Əliyev görün necə həyasız adamdır ki, bu həkimlərin nəzarətində olan adam bilir ki, oğlu xəstədir, oğlu özünü idarə edə bilmir, oğlu müstəqil şəkildə gəzə bilmir, müstəqil şəkildə yemək yeyə bilmir. Amma yenə də o acgözlüyündən əl çəkmək istəmir də. Yəni, o acgözlük deyək də onu. Yəni, xəstə uşağı, Bala Heydəri, nə bilim, Odessadan qucaqlarda gəzən adamı yenə də gətirib bizim başımıza qoymaq istəyir. Yəni, İlham Əliyev bunu bağışlamaq olmaz. Bunu bağışlamaq olmaz. Və İlham Əliyev əmin olsun ki, bir gün onun Bala Heydərinin Bodrumda nələr eləyir, hansı əməlləri var, hansı çirkin əməlləri var. Bu da bir gün gəlib bizə çatacaqdır. Yəni İlham Əliyev bilsin ki, həyat bir bumerangdır. Əlbəttə düşünmədən. Yəni burada kimsə deyibsə ki, İlham Əliyev misal üçün
Ruslara belə kəllə-kəllərlə Putinlə gəlir. O boş söhbətdir. Yəni İlham Əliyev heç zaman nə Erdoğanla, nə Ruslarla, nə Putinlə sərt dili ilə danışa bilməz. İlham Əliyev bilir ki, cavanlığı Moskvada, kurtka satan yerdə, bazarlarda, Türkiyədə qumarxanalarda keçib. İndi görün bu adamların əlində nə var. Yəni ASTV çıxıb deyəndə ki, İlham Əliyev ruslara söz göndərdi, ruslara nota göndərdi. Bilin ki, bu oyunlardır, bu şoulardır.